Müəlliməmizin adını ildə bir dəfə olur. Kanal 21 Binə qəsəbəsi Safxoz ərazisində yerləşən 37 sayılı Kəlbəcər tam orta məktəbinin valideynləri tərəfindən ciddi müraciət daxil olub. Valideynlər bildirirlər ki, məktəbin birinci sinifində hər ay mütəmadi şəkildə pul yığımı həyata keçirilir. İddialara görə bu pul yığımı Valideynlər Komitəsinin rəhbəri Tamam xanım tərəfindən təşkil olunur və israrla tələb edilir. Həmin sinifdə oxuyan şagirdlərin valideynlərinin əksəriyyəti fəhlə, işsiz və az təminatlı ailələrdir. Buna baxmayaraq onların maddi vəziyyəti nəzərə alınmadan hər ay pul yığımı aparılır. Hazırda isə Valideynlər Komitəsinin rəhbəri sinif rəhbərinin doğum günü üçün hər valideyndən 10 manat, eləcə də yeni il münasibəti ilə əlavə pul tələb edir. Valideynlər iddia edirlər ki, pul verməkdən imtina edənlər Tamam xanım tərəfindən təzyiq və narazılıqla üzləşirlər. Məsələ ilə bağlı valideynlər tərəfindən səs yazıları Kanal 21-ə təqdim edilib. Sözü gedən səsləri sizə təqdim edirik. Salam valideynlər, hər vaxtınız xeyir. Bu mənim şəxsi fikrimdir. Bəziləriniz yazırsınız mənə ki, şəxsdəki tamam niyə 5 manata 10 manat elədin? Mən bunu bir dənə açıqlamasını verim. Sonra, yəni bu mənim öz fikrimdir. Yəni də sonra siz özünüz bilərsiniz. Yəni nə qərar çıxararsınız, nə edərsiniz, nə etmərsiniz, yəni də öz işinizdir. Gedərsiniz, lap şəxsi hədiyyənizi də alarsınız. Mən sizə belə bir söz deyim. Adi dükana gedirsiniz xanımla, 5 manata heç nə tapmaq olmur. Vallahi mənim bu sözüm bəlkə də deyəcəksiniz ki, tamam yekəxana aparırıq, xeyr. Düzdür, mənim də məsələn ki, çətin vəziyyətim olub, mənim də məsələn ki, imkanım cəhətində məsələn istədiyim şey istədiyim vaxtda ala bilməmişəm. Sadəcə sözümün canı odur ki, müəlliməmizin adını ildə bir dəfə olur. Məsələn, elə valideyn var ki, mən məsələn biz müəllimlər günündə də pul yığırıq, 8 martda da verən valideynlər verir. Yəni heç bir valideyn demir ki, yəni siyahıda olur da, indi uşaq adı da olsa, olmasa da. Deyirik ki, məsəl üçün, yox da çoxdur, 10 manat çoxdur. Yaxşı, 5 manatla da o 20 valideyn yığılır 100 manat verənə qədər. Yəni 10 valideyn yığılaram, 10 manatdan edirəm, onu yenə aparır 100 manat verir. 5 manatla vallahi mən elə bilirəm ki, mən onu yəni özümə yaraşdıra bilmədim. Mənim fikrimlə də bir neçə valideyn bu fikrinə razıdır ki, 5 manat çox ayıbdır da. Yəni müəllimə elə bir ki, biz nətər deyim, belə lap belə sənətini sındırmış kimi oluruq. Yəni bu mənim fikrimdir ya. Mənim fikrimdə də eyni qaydada neçə valideyn razıdır, neçə valideyn də razı deyil. Yəni mən heç kəsin gedib evinə, ailə işinə qarışa bilmərəm. Sadəcə mən 10 manat ona görə yüksək, 5 manat ona görə yüksək məbləğ elədim ki, müəlliməmizin adını ildə bir dəfə olur. 8 martda hər kəs onsuz da gedib hədiyyə alır. Bir də siz dükana gedəndə 5 manata nəsə hədiyyə tapa bilirsiniz. Zaten gedib 10-15 manat verib şəxsi hədiyyə alacaqsınız da. Elə ondan orta məbləğini 10 manatdan yığırsa, yəni müəlliməyə də yəni normal pul verilə bilərdi. Yəni yenə də verilir. Belə bir seçim 10 dənə valideyninə yenə də normal məbləğ verilir. Ancaq gəl ki 5 manatla mən vallahi həqiqi özümə yaraşdırmadım. Yenə də istəyirsə yığıb vermək istəyən varsa yığıb versin. Mən siyahıdan çıxıram. Çünki ayıbdır. Vallahi 5 manat ayıbdır. Bu necə deyərlər, rüsvayçılıqdır. Dövlət məktəbində Valideynlər Komitəsi adı altında pul yığımı aparmaq nə qanunidir, nə də əxlaqi. Valideynlər Komitəsi təhsil müəssisəsinin maliyyə qurumu deyil. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə dərhal reaksiya verəcək və dövlət məktəblərində pul yığımına son qoyulacaq. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.